Salam əziz şagirdlər, gəlin belə bir model sualının izahına baxaq. Demək bizə verir ki, 4 üstü 1 üstə yansın loqaritma 2 əsasdan x çıxsın 2 üstü 4 üstə yansın loqaritma 2 əsasdan x bərabərdir -12 tənliyinin köklərinin hasilini tapın. İndi gəlin qüvvətdəki toplamanı belə yazaq. 4 üstü 1 vurulsun 4 üstü loqaritma 2 əsasdan x çıxılsın 2 üstü 4 vurulsun 2 üstü loqaritma 2 əsasdan x. 12'nin də sol tərəfə keçirsə, onlar üstə gəlsin. 12 bərabərdir 0. İndi yazaq. 4 vurulsun. Buradakı 4'ü 2 üstü 2 kimi yaza bilərik. O zaman onlar 2 üstü 2 loqaritma 2 əsasdan x. Çıxılsın. 2 üstü 4 16 edir. 16 vurulsun 2 üstü loqaritma 2 əsasdan x. Üstə gəlsin 12. Bərabərdir 0'a. İndi buradan görürük ki, hər tərəfini 4'ə bölə bilərik. Gəlin 4'ə bölək. O zaman olar 2 üstü 2 loqaritma 2 əsasdan x. Çıxılsın 4. Vurulsun 2 üstü loqaritma 2 əsasdan x. Üstə gəlsin 3. Bərabərdir 0. İndi buradan nə edə bilərik? 2 üstü loqaritma 2 əsasdan x-a bir t deyək. Və fərz edək ki, bu nəzərə alaq ki, müsbətdir. İndi gətirib yerinə qoyaq. O zaman olar t kvadratı çıxılsın 4 üstə gəlsin 3. Bərabərdir 0. Burada t'dir 4'də. İndi buradan yazaq. T çıxılsın 3 vurulsun. T çıxılsın 1. Bərabərdir 0. İndi köyləri tapsaq t1 bərabər 3 olar. T2 də bərabər olar 1. İndi gətirib bu əvəzləmədə yerinə qoyub həll edək. 2 üstü loqaritma 2 əsasdan x. Bir dəfə bərabər edərikcə, bir dəfə də 1'ə bərabər edək. İndi əvvəlcə loqaritmanın bir xassəsinə nəzər yetirək. Məsələn, verir ki, a üstü loqaritma əsasdan b. Burada nə olurdu? B-yə bərabər olurdu. Bu xassədən istifadə edək və misalı həll edək. İndi bunlar bərabərdirsə, demək bunun cavabı nə olur? X. O zaman x bərabər olar 3. Demək bir kökü 3'dür. İndi ikinci kökünə baxaq. Burada da yenə 2 üstü loqaritma 2 əsasdan x-dir. X bərabər olar 1'ə. Demək ikinci kökü də x2 bərabər 1 oldu. Bizə nə istəyir? Köklərin hansı? Kökləri x1 ilə x2'dir. Bunların da hasil edər 3. Demək sualın cavabı oldu 3. Yəni D variantı.